Əziz mənim qardaşım Qəmbər bəy, gözəl açıqladınız, amma çox mükəmməl və bir cəhətdən də kompleks bir sualıdır. Baxınız, məncə bu bölgəmizdə cərəyan edən savaşın birinci aktoru elə İsraildir. Təbii o da böyük bir millətdir, qədimi bir millətdir və o gün dedim, təqribən Azərbaycanın gökdən bir toprağa qədər bir toprağı var. Onlar da əmniyyətdə olmalıdırlar, sülhdə olmalıdırlar, barışda olmalıdırlar və rahat yaşamalıdırlar. Və burada əsas müqəssir Mulla rejimidir. Ümeyninin ilk gündə, elə ilk günlərdə gəldi iş üstünə iki çox təhlükəli sözü var idi. Birisi budur ki, İslam qanla gəlib. İslam qanla qələbə çalıb. İslam qanla can alıb, yayılıb. Bir də biz İsraili dedi ki, Ümeyni yer üzündən məhv edəcək. Qardaşım, sənin nə işin var? Mən o gün dedim, ekonomik qaynaqlardan araşdırırdım. İran dünyanın 5-ci ən sərvətli ölkəsidir. Nə qədər sərvəti var? 28 trilyon dolar. Və sən bundan eləyə biləsən, dünyanın ən rifahda olan dövləti və milləti kimi bir dövlət, millət, vətən yaradasan. Nə işin var sənin? Köməklik elə insanlara. Hətta ətrafında olan yoxsul ölkələrə və dövlətlərə köməklik elə. Mən lazım da bunu uzaldam. Mənə 5 dəqiqə vaxt verildi. Baxınız, bir şey var, o da mən çox net onu deyəmirəm. O da budur ki, birdə biraz, yəni Güney Azərbaycan milli hərəkatını görürsünüz. 100 mindən çox insan bir yerdə traktor müsabiqələrində deyir ki, nə mutlu Türküm deyənə və Təbriz, Bakı, Ankara haykırır. Biz hara, faslar hara. Bu açığın deyim, deməliyəm burada, bu İsrail dövlətinin siyasəti deyildir. Nə görürsünüz Azərbaycanımızı? Azərbaycanın 1934, 35, 36'larda bütün pasportları Türk yazılır. Türkçe. Yine inqilab ki elədiniz, can, qan, bədəl nə idi ödədiniz və Kuzey Azərbaycanımız öz istiqlalına qavuşdu. Şimdi anayasada nə mənə yazıldı? Millət Türk, dili Türkçe. Deyib, burada ayrıları da var. Buyurun bir Google'a bakın, Wikipedia'ya bakın, yazır %93 Türk. Hatta ondan da başka bazı ayrı Türk etniklərində, yani Türk bölümlərində yazır. Ta 95 gedir. Ya kardeşim sen ne işin orada? Yahudi deyim, ben Yahudiyim. Tamam. Ermeni deyim, ben Ermeniyim. O da tamam. Lezci deyim, ben de Lezciyim. O da tamam. Güzel. Başkası da var. Desin o %5'ler. Ve sen %95 olarak diyen misin ben Türkçe? Ha? Rəhmətli Bəxtiyar Vaxtların açıqlamaların başqalarını görmüsünüz. Onların da hamısı zəhərləyib öldürdülər. Sənədlər var bizdə. Rəhmətli Elçi bəy də mənə Türkiyədə ən üst düzeylərdə, ilk səfərimdə ordunun bütün başında olanlarla mənim görüşüm var idi. Dedilər, rəhmətlik burada zəhərlənmişdi, şiddətlə, hətta ətləri, kəmiklərindən belə ayrılırdı. Mərhum olandan sonra, dünyasını dəyişəndən sonra. Ondan başqa Qənirə Paşayevadır, mətbəz edeyim. Başqa milli şəxsiyyətlərimiz Bəxtiyar Vahabzadədir. O Borçalılı var, çox dəyərli bir şairimiz. Zəlimxan Yaqubdur. Və bunlara bənzər. Bunların hamısını baxınız, bunlar ölümlərindən qabaq atom bombası kimin mikrofonların, tribunların arxasında coşub daşırlar. Sellər kimi coşub daşırlar. Ne oldu birdenbire? Bir deri, bir sümük insana çevrildiler ve dünyalarını değiştiler. Bunları Rus ve Rusçular ve maalesef hakimiyette olan bazıları görürüz de Ramiz Mehdiyevler, Ali Həsənovlar. Bunları şəhid edildiler, öldürdüler. Her halde bakınız, ben belə cevap verim. Umuram ki bunu anlayasınız.
bölgemizdə Türk birliği istənilmir. Güney Azərbaycan biz deyirik Türk Cumhuriyyəti. Bütöv Azərbaycan 60 milyonluq müstəqil Azərbaycan, Türk dünyasının bir parçası. O da Türkiye, o da Kuzey Kıbrıs, o da Batı Trakiya. Məntəqədə oldu bu 150 milyon. Bu 150 milyon Türk'ün var olmasını istəmirlər. Belə bizim dost bildiklərimiz istəmirlər. Mulla rejimini vurup əzənlər də istəmirlər. Ona göre biraz məhdudiyyətlər var. Mənlə burada mənə tapşırdı ki, açıqlanmasın. En üst düzey görüşler var. Bu kadar deyə bilirəm. En üst düzey görüşler var, danışıqlar var. Ama görürəm ki, əməldə hələlik, əməldə köməklik yoxdur bizə. Hər halda Teşekkürler. sualınıza kamil cavab verəməmişəm, o həssas nöqtələrə əgər qalırsa, mühüm nöqtələrə buyurun, mən tikrar sizin sualınıza cavab verim. Var olun. Buyurun Aybəniz xanım, söz sizədir. İlham Əliyevin namizəd olması uyğun gələr gəlməz indiki zamanda. Tamam, onu deyim sizə. Baxınız, Teymur bəy yaxşı bilir. Sizlər də mənim əziz can qardaşım İsa bəy, siz, onun da əziz qardaşı, başqa dostlarımız, başqa ustadlar, mən görürəm burada, asaqqal insanlarımız var, təcrübəli insanlarımız var. Ustad səviyyəsində hamısı insanlarımız buradadılar. Belə deyim ki, dünyanın, bu mən məcburam deyəm, dünyanın və İran faşist mulla rejiminin içində bizə etdikləri ihanət, xiyanət və cinayətin neçə qatını nə yazıq ki, Azərbaycan hakimiyyəti, dövlət demirəm, Azərbaycanın adına da, dövlətinə də, bayrağına da can qurban. Amma hakimiyyət ayrı bir şeydir. Dövlət qalar, hakimiyyətdə gələr salçıdan, solçudan, xidməti vərc edeyim, heç dəyişilərlə. Bu hakimiyyət iş üstünə gələndən olub qalmayan zərbələri bizə vurmağa çalışıbdır. Bilirsiniz siz, mən dedim Bakıda, o gün də dedim orada, birinci mətbuatı konferansda mənə deyirlər ki, baxınız siz 95'də başlayan hərəkətdir. Ha 2006, bir də bütündür. Mənə deyirlər, bizdə bu Səttarxan, Xiyabani, Pişəbəri, çöhrəqanlı hərəkatıdır bizdə. Siz nə deyirsiniz? Dedim, yox. Orada çöhrəqani hərəkatı yoxdur. Orada Güney Azərbaycan milli hərəkatı var. Ozurudur. Hər şey bir də bütünüdür. Bir Güney Azərbaycan, bir millət, bir hərəkət, bir mücadilə bayrağımız ki, mücadilə bayrağıdır o. Azərbaycan bütövləşdi, bayrağımız, babamız Rəsulullah qaldırdığı bayraq kimi başımızda dalgalanmaqdadır. Mən bilirəm, özləri də bilirlər. Zəhərləmələr, boykotlar, təxriblər, deportular, 3 dəfə tutub, həbs edib, deport eləməkliklər. Yəni, niyə məni belə edirsiniz? Mənim kimim var mənim? Mən bir universitet hocasıydım, müəllimiydim. Cibimdə 700 dolarla mən çıxmışdım xaricə. Qardaşlarımın ümidiyle. Ki mənim Kuzeydə 10 milyon qardaşım var. Türkiye var burada. İran istədi deyə 2006'da tutuklandım və deport olundum. Xeyr, Sayın İlham Əliyevin o cürbüzəsi, o çıxarı yoxdur ki, Güney Azərbaycanın 40 milyon millətinə prezidentlik eləyə. Açığın deyim, qorxuram ki, əgər onlar iş üstündə qalırsa, Azərbaycanın bütövləşməsi yubanacaqdır. Yubanacaq. Onlar millətimiz bilir. Millətimiz bilir və mən də millətimizi tanıyıram, orada məni tanıyırlar. Hərəkət çox güclüdür. Siz deyirsiniz ki, baxınız, qarışdırırsınız. Bəziləri deyir ki, bəli, Əli də var, Vəli də var, Qulu da var, Həsən də var, Hüseyin də var. Qardaşım, bunların bəzi şairdir. Şair lider olmaz ki. Bəziləri ozandır və aşıqdır. Ozandan və aşıqdan daxil lider çıxmaz ki. O da ozanlığında, aşıqlığında olmalı da, Bakının aşıqları liderdir. Ya Bakının televizyon qurucuları, Bakının televizyon məsulları və qurucuları və jurnalistləri liderdir. Birisi ki, o adını apardınız, içəridə iğnənin ucu qədər belə, 17 yaşında içərdən çıxıbdır. Əhməd bəy, gəlib xaricə. Bu
Ramiz Behliyevin və Əli Həsənovun seçdiyini bir şəxsiyyətdir. Üstündə 20 milyon dolar para xərclənibdir. 20 milyon dolar. Bunu araştırın. Araştırdılar ve sosyal medyada yaydılar. 5'ten çok evi var Chicago'da. Açık buyurursunuz. Bizleri boykot edəndə, bizleri her açıdan məhv eləməyə çalışanda, o yandan diaspora ve Ali Həsənov, Ramiz Mehliyevlər onu getirip meydana ki bu da var bəli, sağ olsun, var. Ama TV məsulidir. TV kurucusudur. Jurnalistdir. Həddini bilməlidir. Bu kadar. Her halde durum bu. Bəli, aziz kardeşim, çok hassas ve kritik bir sualdı. Doğru, ben de bugün haberlere bakırdım. Qabaqca Hatay'da yakın bölgeye düşmüştü. Füzenin bir parçası. Bu defa da Gaziantep'e düşüp. Dedim, bunları biz əlbəttə bilirsiniz, hamımız Fars, faşist, çağ dışı bu cəllat və qatil Murla rejiminin məhv olmasını istəyir. Və buna da ömrümüzü qoymuşuq. Çalışırıq əlimizdən gəldiyi qədər. Amma biraz anormal görünmürmü? Baxınız, nə Gaziantep'də, nə Hatay'da bir dənə quş belə ölməyibdir. Olmuyor bu bəzi çox güclü teknolojiler bahis olar ki, bunların bəzinin atandan sonra bu füzeleri, bunların yönün biraz dəyişə. Yani açığın deyim, o cümle dedim, aptal və axmaq bir rejim kulağının dibinde, gözünün önünde 60 milyonluq Azərbaycana füze atar. Yani ağlı olan, zekası olan belə bir iş görmez. Sayın İlham Əliyev dedi ki, heç bir dövlət bu işi görmədi, mən gördüm. Getdim Bakıda İran səfirliyinə və Xumeyninin ölümünü təsliyyət dedim, baş sağlığı verdim. Sən də Naxçıvanı vurmuşsan. Naxçıvanda haranı vurubdu, ya havalarında boş bir yere düşüb, ya bir mədrəsənin qabağında xiyabana düşübdü. Orada bir quş ölüb mü? O da ölmüyüb. Ama Azərbaycanla İranın arasını kamilən gərginləşdiribdi. Türkiyə ilə də İranın arasını gərginləşdiribdi. Hər halda biz buna sevinirik ki, gərginləşsin. Azərbaycan və Türkiyədə, dünyada, məxsusən Türkiyə ən öndə gedən İrana dəstək verən və İran rejimindən himayət edən ölkələrdirlər. Bəlkə inşallah pozisyonuna dəyişər. Durum belədir. Hər halda biraz vəziyyət çox qarma-qarışıqdır. Görünür ki, çoxa baxacaq bu Batı dünyasına, İsrailə, məxsusən Amerikaya. Bugündən Amerikada inanırsınız, hər şey 2 qat bahalaşıbdır. 2 ay bundan qabaq bir şey əgər 10 dolarıdır, indi hətmən 18 dolar, 20 dolarıdır. Burada mən gələndə Amerikaya benzinin galonu 4 litrə yaxın 60 sent idi. İndi 5 dolardır. 10 qat təqribən 9 qat bahalaşıb bu 20 ildə. Bu Trump'ın verdiği vədələrlə də müğayirdir, tutmur. Gəlmişəm Biden zamanında yoxsulluq var idi, bahalıq var idi, nə var idi. Gəlmişəm mən həll edəcəyim. O haldakı qiymətlər belə geçən məxsusən işçihanesində inanılmaz bahalaşıblar. Bilmirəm bu Fars, faşist Murla rejimi bunlar devirə biləcəklər, devirəməyəcəklər. Onlar da çox simitənlik edirlər. Yəni, Xumeyninin oğlu Muştabanı biz bilirdik. İllər boyuydu bu adamı tərbiyə edirdilər və tanıtdırırdılar ki, bu Xumeyninin yerində olacaq, yerində oturacaq, onun danışıqlı olacaq və onu seçdilər. Yəni, İran rejimi özünü yıxılmaq səviyyəsində görsəydi, bu işi görməzdi. Laqər Xamneyinin oğlunu seçməzdi Mustafa Xamneyini. Və onu seçdilər və bildirdilər də. Durum vəhimdir, durum qarma-qarışıqdır. Fəqət dua eləməliyik ki, Fars, faşist Murla rejimi bu coğrafiyada məhv olsun və tarixin zibil qabına atılsın və geçsin. Amma bəlli də nə olacaq?
cidden bəllidir. Bunlar da, yəni bunu bilməliyik ki, nə yazıq ki, bu İranın milyardlar gəliri biz indi kimlərindədir? İranın milyardlar gəliri bu fars faşist mulla rejimlərindədir və sipahın əlindədir. Və ordunu da sipahlaşdırıblar. Adı şah zamanından qalan ordudur, amma bu 47 ildə şah zamanından qalan ordu qalmayıbdır. O da bir milyon sipahdır. Bu olur 1 milyon. Hərəsi yarım milyon, 500 min nəfər və bir aləm insanı ac saxlayıblar da satın alıblar. Bəsicilər. Neçə milyon da bəsici var. Bunlar təqribən İranda nüfusun %10'un təşkil edirlər. %10, %9, %8. Yəni təqribən 6-7-8 milyon. Bunlar son bilirlər ki, rejim yıxılırsa, bunların hamısı məhv olacaq. O qədər zülm eləyiblər ki, nümunəsini hamınız bilirsiniz. 2 gündə, 3 gün belə olmadı. 2 gündə Trump açıqladı 32 min nəfər. Deyirlər 100 min nəfəri aşan insanı qətlam ediblər. Sən xiyabanlara baxırdın, gətirmişlər, böyük su maşınlarına yuyurdular. Xiyabanlarda su yerinə qan axırdı. Qıpqırmızı hər yer, qənovlar, axlar doluydu qırmızı su ilə. O qədər insan öldürmüşdülər. Hər halda vəziyyət və durum budur. Çalışmalıyıq, dua eləməliyik, əlimizdən nə gəlir eləməliyik ki, bu cəhənnəmi rejim, fars faşist mulla rejimi məhv olsun baradan geçsin. Buyurun. Burada fikirəm Teymur bəy zəbt yığır və şahidlərimiz var. Demədim şairdən rəhbər olmaz. Baxınız, vəzimdən Şah İsmailimizi ya başqa sultanlarımızı, şahlarımızı misal qoydunuz. Şah İsmail şair deyildi ki, sultan oldu. Sultan idi və şair də var idi. Yəni, bütün mübarizəsi, mücadiləsi ömrü milli və siyasi mücadilə idi. Şairlik değildi. Amma bu insanda çox güclü şairlik qüvvəsi və qudrəti də var və gözəl də şeirləri var. O bir. Kim dedi ki, şairdən lider çıxmaz? Bəli, o şair ki, millətinin xidmətində ola, milləti onu tanıya, milləti uğrunda bədəl ödəmiş ola. Nəinki 16-17 yaşında xaricdən çıxacaq, İrandan çıxacaq xaricə və burada 10 il bir və bütün hərəkətdə ola, sonra Ramiz Mehdiyevlərin vasitəsilə satın alına və hərəkəti bölməyə çalışır. Mənim mənzurum o idi. Şairdən də, ozandan da, aşıqdan da, hətta belə bir otobus şoföründən də, hətta bir əkinçidən də, bizim Nadir Şah kimdir? Dünyada 5-6 inanılmaz dev insanlar var. Bunların birisi Teymur'dur. O da Əmir Teymur'dur. Başqa ləqəb qoymamalıyıq. Paslar ona tohum edirlər. Polah Teymur, mən Lənci Teymur. Mən gördüm Azərbaycan tarixində də elə yazır. Bu heç xoş deyildir. Teymur inanılmaz bir devdir dünyada. Onun tayı var İskəndər. Və başqa Tezar da məsələn var. Napolon da var. Və biri bulan Nadir Şahdır. Nadir Şah kimdir? Adı Nadir Quludur. Bir əkincinin oğludur. Xorasan türklərinin içində Afşar türklərindən bir əkincinin oğludur. Bu neynədir? Dünyanın 5'dən 1'inə hökm sürdü. Səfədi hakimiyyəti bitmişdi, məhv olmuşdu. Mahmud Əlfxan gəlib İsfahanda Şah Sultan Hüseyin tutdu. Hacı başına kötülü qoydu öz başına. Onu da saldı zindana sonra öldürdü. Və 10 ildə hökm sürdü burada. O əkincinin oğlu, o əskər bir ordu topladı ki, dedim dünyanın 5'dən 1'ini fəth elədi. Bugünkü Hindistanlar, Pakistanlar, Bangladeşlər, Myanmarlar, Əfqanistanlar və bütün Ərəb yarımadasında nə qədər topraq, Osmanlı topraklarından bir hissə, Rusi Quzey Qafqazlara qədər qovdu və bunlarla anlaşdı ki, bir daha bu tərəfə addım atmasınlar. Hər halda onlar əkincinin də oğlundan böyük bir lider çıxar, özdə elə bir lider çıxar ki, dünya tarixində 5 nəfər saysan biri odur. Nadir Şah Afşar. Aldı, baxınız, bunu hey deyirlər quzeyimizdə, oturublar orada, fikirəm yerləri də yumuşaqdır, rahat oturublar orada və çaylarını da içirlər, çubuqlarını çəkirlər, lazım oldu hərdən bir dinlətici
mütəvəzzilin üzüm suyuyla istifadə edirlər. Gözəl, helal olsun, eləsinlər. Deyirlər ki, onu mən demişəm. Onu baxsaz sənədləri qalır, araşdırsaz görərsiniz. Azərbaycan İran deyildir. İran Azərbaycandır. Bu tamam. Amma gələk büyüdən gərsəklərə. Baxınız, dediniz %80 Azərbaycan türkləridir. Öyle değil. Bizim əlimizdə çox dəqiq amar var, yəni sayım var. O da budur ki, %50'ye ancaq çatır. Müxtəlif türklər, Xorasan türkləri 1-200 min nəfərdirlər. Baxınız, Xorasanın böyük əzəmətli məntəqəsində ki, nüfus var təqribən 10 milyon, orada bir yarım milyon türk var. Bu bir. Ondan əlavə, Qaşqaylar da varımızdır, bəli, xərəzlər də varımızdır. Amma biz əvvəl bunu deyim ki, hara Azərbaycan deyilir biz Güneydə. Bəli, Güneydə neçə iyalət, şikat var. Birisi Mərkəz Təbriz, birisi Mərkəz Urmiyyə, birisi Mərkəz Ərdəbil, birisi Mərkəz Zəncan. Bunlar Pişəvəri zamanında o bir illikdə Azərbaycan coğrafiyasında ki, Pişəvəri 2-ci Altayda Zəncana da verdi. Qaldı Təbriz və Urmiyyə ki, Ərdəbil Təbriz üstündədir. Bu günə özü bir şikat olubdur. Ondan başqa biz o nə qədənidir? Hamısı 100 min kilometr kvadratır metr ərazisi yoxudur. Bizim istədiyimiz ərazi 450 min kilometr kvadratır metrdir. Kilometr mürəbbə kvadratır metr kare. Odur. O haradır? Zəncandan sonra Qəzvin şitatıdır. Qəzvindən sonra Çərəz şitatıdır. Əlborz. Əlborzdan sonra Tehranın 165. Əhməd olmasa mikrofonu söndürün, sıxırıldı düşür. Mən söndürüm. Tehranın 165'i yanında Sabə böyük bir şəhərdir. Hamısı türkdülər. Oradan Əraça, o bir şitatdır. Lap İranın mərkəzindədir. Onun %60'ı Azərbaycan türkləridir. Ora alınmalıdırlar. Qum Azərbaycan şəhəridir. Gedir qurbələri Kürk bölgəsinə veriblər, Konqurları Şirmanşah bölgəsinə veriblər. Onlar da alınmalıdır. Mənim qardaşım əskər idi şah zamanında. Getdim Bicara, Zəndan üstündəydi. Həsənəbad Zəndan üstündəydi. Büyünlə ayrı Kürtlərə verirlər. Sahibsiz qurbanlıq əti kimi kəs-kəs, doğra Azərbaycanı bizlərə eləyiblər. Mən əksini saldım. Siz CNN Türk'ün şərəfsizliyinə və baxın xiyanətinə. Gördüm İranın xəritəsini qoyubdu. Əslən Güney Azərbaycanın Xəzər dənizinə yolu yoxdur. O haldakı Xəzərin sahillərini hamısı Güney Azərbaycandır. Hamısı. Astara, mən getdim Astaraya. Ərdəbil ləhcəsi danışırlar. 200 bin nəfər nüfusu var. Hamısı türkdülər. Azərbaycanlıdırlar. Kəsdi verdi Cilana, Ciləklərə verdi. Ondan sonra Cilə əl çəkmədi. Astara'dan bu yana heyran gəldi. Bir cənnət yaşıllıqdır. Onu da şərtli verdi. Nilin, Nəminin, Ərdəbilin yaxınlığında. Kəsdi onu da verdi Cilana. Gördüm ki, Güney Azərbaycanın Xəzərə yolu yoxdur. Onları başqa millətdən coğrafiyası sahibdir. Bu yandan Türkiye'ye əslən bizim yolumuz yoxdur. Onu Kürtlərə veribdir. Güney Azərbaycanın qolları, çiyinləri sağdan soldan kəsilib. Nə Xəzərə yolu var, nə Türkiye'ye. Sahipsiz vətənin batması haqdır. Sən sahip çıxarsan əgər, bu vətən batmayacaqdır. Sahipsiz qalmışıq. Hamilən sahipsiz qalmışıq. Baxınız, bu belədir. İstəyirəm onu deyəm ki, bəli, Xəzər sahilində gedir Türkmən səhraya. Alınmalıdır. Ta Türkmən səhra alınmalıdır ki, Türkmən səhra yetişir Xorasan türklərinə və oradan da Türkmenistana topraktan və sudan yol var. Belə qururlar. Belə qururlar. Türk dünyası belə qururlar. Türk birliği belə yaranar. Turan belə qururlar. Təbəssüm buyurursunuz. Zulfadan, bizim Zulfamızdan, yəni Güneydən, ya sizin Zulfadan, Naxçıvandan başqa şəhərlər ki, bu günlər düşmənin tirdiyi şanlı tellər ayırıb bizi, oradan elə girdiz Biləsuvara, girdiz Ərdəbilə, girdiz Zulfaya, Mərəndə, Təbrizə, ta gedir Türkmenistana. Buna deyərlər Türk-Turan birliği. Zəngəzur koridoruna sevinmək lazım deyil ki. Nə Zəngəzur koridoru? Hangi koridor? Mən bilirəm kimə veriblər.
erməni bir milyardere veriblər. Amerikalı milyarder erməni qərardı, erməni Zəngəzur koridoru yaratsın. Kim onun naziridir? Kim ona nəzarət edəcəkdir? Kimin kontrolunda olacaqdır? Amerikanın. Amerikanın kontrolunda olan bir koridor, ermənilərin düzəltdiyi bir koridor, Türk-Turan birliği olar. Əlbəttə ki, Azərbaycanın maşınları, otobusları, araziləri kontrol əlbəttə. Hamilən kontrolla. Ürünləri adamı belə yaptığı yerində kontrol edirlər. Bilirsiniz, mən oxudum, heyran qaldım. Deyir ki, bilgisayarla çalışırsınız, kompüterlə, sizi kamilən görürlər. Kamilən görürlər. Bütün yazılarınızı, danışıqlarınızı, geydiğiniz paltarları, əxlaqınızı, rəftarınızı, davranışınızı hamısını bilirlər. TV'lər. TV'lərin hamısında oturursunuz, baxırsınız, o da sizin evine bakır. TV'lər bakır bizə və bütün evimizə və bütün çalışmalarımıza və hərəkətlərimizə. Telefonlar da huzurdur. Telefonlarla bizim hər şeyimizi bizim nəzarət altında alırlar. Tamam, mən başını arıtmayım. O şairdən rəhbər çıxaya yox, 100% çıxar. Amma şair ki, içində işi şairlik olar. Şeir oxumaqla mücadilə, mübarizə, qurtuluş, istiqlal, bağımsızlıq, özgürlük olmaz. Bəli, Şah İsmail Allah ruhunu şad eləsin. Böyük bir sultanıdır, böyük bir padişahıdır və zimdən sağ olsun. Şeir demək gücü və qudrəti də var idi. O, indi Azərbaycan haradır? Dedim, Azərbaycanı mən saydım sizə. Baxınız, burada bəluçlar var. 2 milyon müsəlləh bəluç 20 il silahlı savaşır. Minlər ölü veribdir. Təvəccüh buyurursunuz. Gəlirsiniz bu tərəfə ərəblər var. Ərəblər indi o da 20-30 yıl savaşırlar, onlar da çoxlu ölülər veriblər. Özü ərəblərin bulağının dibindədir və ərəblər dəstək verirlər. Bəluçlara da Pakistana yapışan, Pakistanın bir muhtar iyarəti olan, muhtar cumhuriyyəti olan Bəluçistan var 9 milyonlu. Pakistanın Bəluçistanıdır. Onlar oradan hər şey alırlar. Gəlirsən bu tərəfə Kürtlər var. 4-6 milyon Kürt var. Və bunların arxasında Türkiyə Kürtləri, İraq Kürtləri, Barizanilər, Suriyə Kürtləri və özləri də bilirsiniz ki, İsrail tərəfindən və Amerikan tərəfindən dəstəklənirlər və hamısı təpədən dırnağa da silahlıdırlar. İstəyirəm onu deyəm ki, bu bir, icazə və izin verməzlər. İranı kim Türkün əlindən aldı? İngiltərə və 7 dövlət. 7 dövlət ki, Türkiyə ilə savaşırdılar, qalib gələnmədilər. Onlar gəldilər çox rahat. Axtara bilərsiniz, baxa bilərsiniz Google'da. Rıza Holland, Netherland səfirliyində at qəşovçusu, at qoruqçusu, at cilovçusudur. Buyurun Google'a yazın, baxın görün. Sonra aldılar bunu İngilizistan səfirliyinə. At qoruqçusu, at qəşovçusu, at cilovçusu oldu. Tamam. Yəni sıfır bir alçaq bir əskər. Gəldilər Qacar hakimiyyəti Türk dünyası yaranmasın deyə. Çünki gördülər Qacarla Atatürk'ün görüşləri var idi. Və Atatürk 2 dəfə bir İstanbul'da, bir Tehranda elçi yollamışdı, heyət yollamışdı. Gəlin birləşəlim. Gəlin qapıları birləşdirəlim, qapıları bir-bir yüzümüzə açalım və birləşəlim. Bunu bilirdilər, bilərlər İngiltərə filan. Bildilər və Qacar hakimiyyətini yıxdılar və yerinə bu alçaq məlunu qoydular. O da olub qalmayan cinayətlər Türklərin haqqında elədilər. İstəyirəm o deyəm ki, İranı bu günə qoyan o 7 dövlətdir, Bakılılardır, Bakı deyəm, nə deyərlər, İngiltərədir və Amerikadır. Onun Türk dövlətinə dönməsinə izin və icazə verilməz. Bu bir. İkincisi, İranda 90 milyonun 75 milyonu siz dediniz. 180 dediniz ki, Türklər. Öyle değil. Maksimum %50 Türklərdirlər. Başka bakınız, Faslar var 30 milyon. 15 milyonu bunların Tacikdir. 15 milyonu ərimiş başka millətlərdəndir ki, o Fasların özündən daha pisdiler. Manqurt, kimliğini itirmiş, alçaq bir unsurlardır. Bunların çox da Türklərdirlər. Asimli olub. Bu günləri Pəhləvinin yanında olanların yarısından çoxu bunlardır. Ondan Kürtlər dedim sizə var. 4-6 milyon. Lorlar var, Tatlar var, Yahudilər var, Ermənilər var, Bəluçlar var və.
İndi de deyirsiniz ki, mümkün deyəsin, o qalan türklər nə olacaq? Çox rahat bir cevabı var. Yugoslavya dağıldı, orada millətlər nə oldu? Bilirsiniz, 8-9 yerə bölündülər. Krovatı, biz belə deyirik da, belə oxumuşuq İranda. Krovatlar, Bosna-Herzegovin, ondan sonra xidməti vərz edeyim, Montenegro və Makedoniya və axırın sonuncusu Kosovo. Orada bütün etniklər, bütün millətlər eləyə bildilər, öz istiqlallarını əl tapalar. Buradan Təbrizdən Qaşqaylara 1000 kilometrdən çoxdur. Adam bizim heç ordumuz yoxdur ki, günü Təbrizi qurtaraq. Təbrizi belə qurtarmağa ordumuz yoxdur. Azərbaycan köməklik edibmi? Eləməyib. 30 ildir Güney Azərbaycan milli hərəkatını məhv eləməyə çalışıbdır. Əlindən gələn ihanət, xiyanət və hətta cinayət. Mühəndis Əmani ki, Güney Azərbaycan milli hərəkatının içəridə muavini və lideri idi, onun şəhadətdə əlləri var. Ramiz Mehdiyevlərin onun şəhid olmasında rolu var. Bunları sonra danışa bilərik. Mənzurum budur ki, Azərbaycan sənə belə eləyir. Və Türkiyə Fars faşist mulla rejiminin yanında olar. Sən də yalqız qalasan. Şu Azərbaycanın Türkmenistan sərhədinə qədər topraklarını qurtaranmasan. Qoymazlar. Sənin qarşında Fars faşist mulla rejiminin ordusu var, Bəluslar var, Ərəblər var, Kürtlər var. Dedim, buna Nadir Şah ordusu lazımdır ki, Təbrizdən çıxa və fəth eləyə güdə yetişə bəli. Hara? Körfəzə, Bəstə körfəzinə, Umman dənizinə. O mütəəssifanə yoxdur. Onu hətta Rus başaranmadı belə. Rus ordusu ilə girmişdi İrana. Harada ayrı? Tehrana kimin gəldi? Liyapov bilirsiniz də, o zaman 1900'lərdə məclisi belə bağladı topa. Məhəmməd Əli Şahın istəyi ilə. Amma oradan o yana gidənmədi. Burada bir cumhuriyyət qurdu. Hamısı 6 ay, 1 il və sonu da faciə. Sonunda da Qəvamüs Səltənə Fars faşistlərinin başbakanı getdi Moskovda görüşdü, istədiklərini verməyə qəbul elədi və ağır silahların hamısı çəkildi, qaldı yüngül silahlar və Pəhləvi ordusu geldi Azərbaycana 35.000 nəfərə yaxın insanımızı qətlam elədi, dəri soydu, bədənləri tikət elədi, hökumət quranların ayaqlarının altına nal çaldırdı, qaçdırdı və Pəhləvi ordusunun qarşısında əsgərlərimizin başını kəsdilər. Hər halda bunlara nəzərə almaq lazımdır. Biz elə o 450.000 kilometr mürəbbə kvadratır metr kare ərazisi olan Azərbaycanımızı istəyirik ki, gedir sizin Zulfanızdan ta gedir, sizin Biləsuvarınızdan gedir, yetişir Türkmenistan'a. Onu biz qansa qan, cansa qan, cansa can verməliyik və o Azərbaycanı əldə eləməliyik, o vətəni dövləti qurmalıyıq. Baxınız, azadlığın və hürriyyətin, istiqlalın, bağımsızlığın bədəli var. Bədəli qan və can ittifaqıdır. Baxınız, o millətlər ki, Türkiyə misal vuracaq. İndi Türkiyə, elə bir siz bunu gözəl bir sənə cavab verəcək. O da budur ki, Türkiyəlidən bunu elə bir soruşursunuz. Deyirsiniz ki, sizin toprağınız işğaldadır. Millətiniz də əsirdir. Burada hökm sürən başda İngiltərədir. Belə qalmağı mı istəyirsiniz? Ya can və qan verərək vətənin, istiqlalın, millətin hürriyyətini istəyirsiniz. Bilirsiniz, nümunəsini sizə deyim. Çanaqqale'də silahlar çox az. Bizim yırtıq sarıqlarla, yırtıq paltarlarla. Bu nədir? Bir gözəl də oxumaqları var millət içində. Burası Muşdur. Yolu yoğuşdur. Gedən dönmüyor. Əcəb nə işdir? Ata, baxınız, əziz qardaşım, Araz bəy, bizim bütün gücümüzlə, yəni bütün imkanlarımızla içəridə və eşidə olan qardaşlar, dostlar, güclər, dövlətlər, dedim də bütün güc və imkanlarımızla çalışmalıyıq ki, Güney Azərbaycan
Güney Azərbaycanın istiqlalını əldə eləyək. Güney Azərbaycan Cumhuriyyətini quraq və sonra da bir münasib fürsətdə Quzey ilə məclislər parlamentına danışarlar, hakimiyyətlər, dövlətlər danışarlar və bütün Azərbaycan yaranar. Bu bizim istəyimizdir. Amma gözəl bir nöqtəyə toxundunuz. Aya bunu əldə edə bildik. Məncə arzumuzdur, diləyimizdir, istəyimizdir. Şəxsən mən can və qan verməyə bu uğurda hazıram, amma bilmirəm. Əgər başaramadıq, bütün imkanlarımızı səfərbər eləyərək, can və qan verməyə də hazır olaraq, Güney Azərbaycanın istiqlalını əldə eləyəmədik, sən deyən o federalizm ki, Avropada gəlişmiş federalizmlər var, elə bir şey olursa, mən kiməm ki, millətimiz onu məcburən qəbul edəcəkdir. Bəy, sizin hər hansı bir iç savaşı çıxmadan və ya hər hansı bir az itki ilə istiqlal almağa görə də planınız, bir idəniz varmı? Hazırlığınız varmı? Araz bəy, özünüz yaxşı bilirsiniz ki, o imkansızdır. Necə ola bilər ki? O əlbəttə belə ola bilər ki, qonşu Türk ölkələrdən, güclərdən, hər hansı bir qüvvədən, gücdən bir kömək almaq ya başqa bir plan, idə hazır varmı ortada? Baxın, hələlik xas bir plan əlimizdə yoxdur və mən görürəm ki, qonşularımız və məxsusən qardaş sandığımız o iki dövlət də sizin dediyiniz uğurda bizə yardım eləməyiblər və eləmək niyyətləri görülmüş. Eləsələr olar, amma çətindir. Çətindir. Çox gözəl. İstiqlaldan sonra içəridə olan siyasi ixtilafları əlbət bilirsiniz ki, bir çox adamlar özlərini təşkilat olaraq tanıyırlar, bilirlər və Güney Azərbaycanda özlərini indi nə qədər doğru, nə qədər yalan lider tanıyırlar. Və o içəridə istiqlal olandan sonra hər hansı o hizblərin, təşkilatların arasında savaşın çıxmaması üçün bir hazırlıq və ya bir planınız varmı ona görə də bəy? Araz bəy, baxınız, bunu mən demədim. Bunu mən bilmirdim. Bugünləri Teymur bəy də gördü. Çox da bətər texnik işlərindən təxəssüsüm yoxdur. Yəni, belə bura qatılmaq üçün 15 dəqiqələşdik, 20 dəqiqələşdik. Dünən də bir müsahibəm var, Türkiyəli bir jurnalistlə, elə buradan gəlmişdi. Başaramadıq. Getdik oradan Zoom'da biləxərə müsahibə baş tutdu. Burada da bugünləri 25 dəqiqəmiz təqribən getdi, tam mən eləyə bildiyim qatıla biləm. İstəyirəm onu deyəm ki, amma hər cürə imkanımız ki var idi, bundan istifadə eləmişik. Demişəm ki, bağrımız açıqdır. Millətin də bağrı açıqdır və bizim də bağrımız açıqdır. Onları ki, əlbəttə bunu sizə deyim, baxınız, birisi yaxdı bilirsiniz. Siz kim Avropadasınız ehtimalən, elə mi? Gözəl. Baxınız, Avropada Hizb-ül Tudə pişəvərini arxasından xəncərləyən Tudə partiyası və bu Marksist-Leninist partiya. Qardaşım, biz millətçiyik, biz türkçüyük, biz Marksist-Leninist deyilik ki, nasyonalizmin birinci düşməni Leninizm-Marksizmidir. Leninin, baxasınız siz nəzəriyyələrinə, yazır ki, nasyonalizmin nütfəsinin bağlanmasına bir icazə vermək. Bağlandı, boğun. Boğanmadınız, doğdu, orada öldürür. Məhv eləyir. Eləyənmədiniz, gücləndi, hərəkət eləməyə başladı, girin içinə və alın kontrolunuza və öz istəkləriz və ideolojiniz istiqamətində ondan istifadə edin. Bu var, bu deyim, mən də deyir çeyrək qanı haralırsan, deyim ki, həbüslər Təbriz. Deyim, mən də Təbrizliyəm, mən də Mərəddiyəm, mən də Xoyluyam, mən də Urmiyəliyəm. Günlər Güney Azərbaycan milli hərəkatını sahibsiz görərək, bəli, o Tudə partiyası deyir, mən də Güney Azərbaycan milli hərəkatının bir parçasıyam. Ya xeyr, Çelik Fədai Xəlq, komünistlər, Çelik Fədai Xəlq əqəlliyyət, əksəriyyət, əlbəttə bunların hamısına hörmətim var. Öz ideolojilərində qalsalar, öz partiyalarında qalsalar, öz ideolojiləri uğrunda çalışsalar, casus kimi, xain kimi Güney Azərbaycan milli hərəkatını bölüb parçalamaq və tikə-tikə, parça-parça edib, onu gücsüzləşdirmək və etkisiz hala gətirmək üçün Güney Azərbaycan milli hərəkatına girsələr, xaindirlər, casusdurlar. Onlar mühakimə olunmalıdırlar.
Təvəccüh buyurursunuz. Sədaqətli və səmimiyyətli hər ideolojiyə saygımız var. Sədaqətli və səmimiyyətli, ihanət və xiyanət içində olmayan hər bir inanca və ideolojiya ki, məntiqli və dünya onu qəbul edir, dünya ictimaiyyəti, biz də onu qəbul edirik və saygımız və hörmətimiz var. Amma baxınız, bəzi gəlib bölməyə, parçalamağa. Siz bunu yaxşı bilirsiniz. Mənə Cavad bəy İsmail bəy dedi, mən bilmirəm, mən başarmıram, bəlkə siz başarasınız. Deyim, mən girdim kompüterə, girdim internet kompüterə bəli. Soruşdum Güney Azərbaycan, soruşdum Güney Azərbaycan Milli Hərəkatı, soruşdum Güney Azərbaycan Milli Hərəkatının bayrağı, deyir, hamısında yüzlərsə fəqət mənə dedi ki, Çehləqani, Çehləqanlı, Çöhləqanlı. Bunları mən eləməmişəm. Mən başaranmaram. Siz də bu işi görə bilərsiniz. Qardaşım, bunu da yer vermək lazımdır da. Çehləqani ki, onlar dəfə çığırıb, qışqırıb, bağırıb ki, mən dövlətdə olmayacağam, mən harlamanda da olmayacağam, nə deyərlər, millət vəkildə olmayacağam, nazir bakan da olmayacağam, prezident də olmayacağam. Amma bu hərəkəti mənim evimdə qurmuşuq. Araz bəy, bu hərəkət Təbrizdə mənim evimdə qurulubdur. Və mən 95-də 2003 8 il Təbriz Tehran zindanlarında və ölüm orucu, beyin anfaktı, travmalar, işkəncələr filanlar və bu yayılıb dünyaya. Siz baxın, Azərbaycanın prezidenti Çöhləqanın haqqında nələr deyir? Rəhmətli Elçi bəy. Bir cümləsi fəqət budur var. Deyir, Çehləqani, sən mənim qəlbimdəsən. Çehləqani, sən mənim ürəyimsən, ürəyimdəsən. Bunları siz bilirsiniz. Elə Türkiyə də buzurudur. Avrupaya da yayıldı. Amerikaya da, mən Amerikaya dəvətin gəlmişəm. Qardaş, bu adama sahib çıxmaq lazımdır da. Bunu vurmamaq lazımdır. Bunu əzləmək lazımdır. Bunu külsüzləşdirməmək lazımdır. Təvəccüh buyurursunuz, bu ətrafında olmaq lazımdır. Mən də cümləyəm, mən də hərəkət qururam, mən də liderəm. Sən harada lidersən? Səni hansı cümləyi tanıyır? Sən nə zaman içəridə hərəkətçi olmusan? Sən nə zaman içəridə bir dəfə tutulmusan? Sən nə zaman içəridə bir 10 gün Farsın zindanında qalmışsan? Heç vaxt. Səni Ramiz Mehdiyev çağırıb, məndə sənədlər var. Məndə səslər və e-maillər hamısı qalır. Araz bəy, oyanış@yahoo.com doludur e-maillərini. Mənə yazır ki, məni Bakıya dəvət ediblər. Şimdi bizim yönetim kurulumuzun ən öndəkidən üzvlərinin birisidir. Bu Zulfalıydı. Götürüblər o Zulfuya, oradan uçaqla Bakıya. Çöhləqanlı yox və Camuh yox. Nə qurusuz bunun arxanızdayım. Qurdurublar, şərəfman olsun qurdurublar. Allah'ıman olsun qurdurublar. Bir çoxundan xəbərimiz vardı, bilirik bizlər. Tamam, odur qardaş. Amma əgər vaqən liderlik səviyyəsindədir, olsun da və Atatürk baxınız, Hindistanda qandı məyə təkidir. Onlar qandı vardı. Bəli, bir varlığın, bir qurtuluş hərəkatının bir lideri olar. O da Mahatma Gandhi'dir. Gəlin Bangladeşə, o da o cürdür. Gəlin Pakistanda əmələri cinahdır. Gəlin siz komünist ölkələrinə. Kubada məsələn Fidel Castro'dur. Gəlin Amerikada o cürdür. Gəlin Türkiye'ye Atatürk idi. Gəlin belə Azərbaycanımıza. Azərbaycan Milli Azadlıq Hərəkatının nə qədər lideri var? Çox. Amma bir dənə baş lideri var. O da Əbülfəz Elçi bəydir. Təvəccüh buyurursunuz. Ay liderlər. 5 liderimiz var. 7 lider. Olmaz ki o. Bir varlığın bir başı olar. Türkiyələr mu deyirlər ki, gözəl məsələləri var. Bir canın bir başı olar. Bir varlığın bir başı olar. İki başlı. O anormaldır, yaşayanmaz, ölüme də məhkumdur. Qardaşım, ayrısı var. Amerikanın, Avrupa'nın, Türk dünyasının, dostun, düşmənin tanıdığı bir ayrısı var. Limnen Atatürk məyə təkidir. Hey, onun adı Mustafa Kemal'dır. Onun yanında kimlər var? Onun yanında Kazım Qara vəkillər var. Onun yanında Xəlil Paşalar var. Ondan sonra siz yaxşı bilirsiniz, daha da bunlara bənzər, ona yaxın dev, dağ paşalar və generallar var. Onlar var ki, o da olur Mustafa Kemal, olur Atatürk. Olur hərəkətin, qurtuluş hərəkatının lideri. Belədir. Mən demirəm ki, mən bu günə bax deməsəm, bunu mən xainəm. Açığın sizə deyim. Mən deməsəm, bu iddianı eləməsəm, millətimizə bu bilgiləri verməsəm, deyərlər, Allah sənə lənət eləsin, sən məhkumiyyəti qəbul elədin, sən xiyanəti qəbul elədin, sən bölünməni qəbul elədin, sən parçalanmanı qəbul elədin.
Məsələ burasındadır. Əgər məndən, baxınız, əgər məndən bir sağlamı, məndən bir güclüsü, məndən millətin, dostun, düşmənin qəbullədiyi birisi varsa, vallah, billah mən hər şeyə hazırəm. Nədən? Deyəməliyəm bu, deyirəm bu cümləni burada. Mənim neçə yaşım var? 69. Məndə sağlıq problemi olmasa, bizim babalarımız, atalarımız 112 yaşında mənim böyük babam dünyasını fəth edibdir, tərk edibdir, dünyasını dəyişibdir, mərhum olubdur. Atam 93 yaşında dünyasını dəyişibdir. Bəli, məndə neçə bu zindanlar bahis olub, bu beynən faktorlar, travmalar, işgəncələr, bəzi xəstəliklər də var. Allah bilir, bir ərin barmaq sayısı ömrümüz ola olmuyor. Mən bilirəm. Çok buyurun. 2 sual daha, ondan bitirək, başqaları da var. 2 sual daha. Buyurun qardaş, buyurun. Suallarımız gəlir tam o önemli bir yerine. Çok üzücü sayır. Dühtür eğer kısa cevap verse daha da bence güzel olar. O dostlarımıza da vaxt çatar. Dühtür, bu günləri İranla Amerika savaşında hard olmalıyız. Bir de işgal olmamak için bir daha, yani her hansı bir taraf kazanırsa, işgal olmamak için ne tedbir görmeliyiz? Buna göre de lütfen fikrinizi bilin. Sen bir sualda 2 sual verirsen ki sonraki sual da ben olsun. Araz Bey doğrudur ki, o düşünüyorum herhalde bu çilekeş, yani azarkeşdiniz siz, yani vətənin, milletin herhalde bu milletin bəli fədaisi. Mücahid bəli, doğrudur milletin qaygısıyla. Bakınız, biz heç birinin yanında değiliz, biz milletimizin yanında. Her kim bizim, helalik bizim milletimizin kurtuluş uğrunda çalışan yoktur. Elbette karşısında varıq. Yaxşı bir dünya bunu bilir. Biz bütün gücümüzle Fars, faşist, cellat, qan içən, məlun, cəhənnəmi, Fars mulla rejiminin karşısında ve onu düşməliyik. Bu dünya bilir. Ama kimin yanındayıq? Deyimsə kimin yanındayıq. Hər kəs bizim millətimizin, vətənimizin yanındadır. Biz de onun yanındayıq. Hələlik görünmür. Araz bəy, hələlik Güney Azərbaycanımızın, İranda yaşayan Türklərin yanında olduklarını belli eden birisi, bir devlet, bir güç, bir kudret görünmüş. Neydi o sualınızın kalanı? Buna buyurun. Bugün İran-Amerika savaşında hard olmalı. O dedi. Bir de ki eğer bir taraf kazanırsa bir taraf bir daha, yani İran'ı istiklalımızı almak için, yani aslında işgal olmamak için ne tedbir görmeliyiz? Yani eğer bir taraf kazanırsa elbette bu asanlıkla oranı bize bırakmayacak. Biz herhalde ona savaş yaparacağız. Biz herhalde onunla da bir seri savaşmak lazımdır. Ta istiklalımızı o işgalçı taraftan, yani İran da kazansa, Amerika da kazansa herhalde biz gene de orada istiklalımız için savaş yaparacağız. Ona göre bir hazırlığımız var mı yani? Əlimizdən gəldiyi qədər. Görürsünüz də, mənim peycimə də baxsaq, Instagramda, Facebookda. Əlbəttə mən burada təşəkkür edirəm Quzeylilərdən. Mənim elə bir Facebookumun təəccüb edirəm. %95'i Quzeylilərdir. Yəni Azərbaycan Cumhuriyyətindədir. O 10 milyon, 11 milyon şərəfli millətimizin fərdilərindəndir. Belə deyildi. Görürəm ki 150 min, 110 min baxışlar var. Evet, ben teşekkür ederim burada. Bakınız, bu niye dedim? Buna göre dedim ki, orada Facebook'ta ve Instagram'da muhtelif postları koymuşum. Məzlum millətimizi və onun yiğitlərini meydanda olmağa, səhnədə olmağa çağırmışam. Birliyə, bilgəliyə çağırmışam. Hətta bütün baxımsızca yox, silahlanmağa çağırmışam. Ki, bilirsiniz də, bizim Azərbaycanlıların, Kürdlərin %100 əksinə, tərsinə, evlərində silahları yoxdur. Kürdlərin bəlkə %90'ın evində klaş filan var. Ama bizim %10 da belə millətimizin evlərində JS-dən, Klashinkov'dan, hətta Koltu'dan yoxdur. Azaraq tapılar %1, %3, %5 nəhayət. Onlara mən demişəm ki, Azərbaycanın silahlanmada ayrı bir formulu var. Ayrı bir yöntəmi var. Onu mən Təbrizdə gördüm. Mən şah zamanında əskər idim. 1356, indi 1404'dür İran tarixi. Təqribən 48 milyon qabaq. Təbrizdəydim Araz bəy. Təbrizdəydim, gördüm ki, bəli, Təbrizi silahlanıbdır. Bunu biz araşdırdıq, soruşduq. Gördüm, Təbrizin silahlanmaq üçün ayrı bir yöntəmi var. Öyle də nə bir silah, 1000 silah, 10 min silah.
50 min nəfər, 30, 40, 50 min nəfərlik ordunun silahı. Dedim, bu nəzir olub, necə əldən ediblər? Bunlar nəzir yox, mən Təbrizdəyəm. Ömrümün yarısını burada olmuşam. Burada mən silah görməmişəm indiyə kimi. Hətta birinin belə birini odlu silahla öldürməsini görməmişəm. 20 ildə bir nəfərin ki, nə eşitmişəm, nə görmüşəm. Deyərək birini odlu silahla öldürdü. Dedilər ki, Təbrizdə ayrı formül var. Dedim, nədir o? Deyib, burada, tamam, bizim də varımızda, indi bilirsiniz ya bilmirsiniz, mən bilirsiniz, 5'li, 15'li, hətta 70 nəfərli qruplarımız var. Məsələn, bu 70 nəfərli qrup qərar verir ki, silah mərkəzini əldə eləyək. Bunların biz demişik, hətta nüfuz verdirmişik Araz bəy, nüfuz verdirmişik məscidlərə, nüfuz verdirmişik Hüseyniyyələrə. Nüfuz Hüseyniyə yəni məscidin tabi yerdir, şahsiyə vurarlar, sinə vurarlar, ağlarlar, nənəndə, şimdi yox. Nüfuz verdirmişik bəsiz, biz də hər məhəllədə 3'lü, 5'li, 15'li, 25'li bəsicilər var. Məscidlərdə, Hüseyniyyələrdə toplanırlar. Bunlar silahlıdırlar. Bunları nüfuz verdirmişik bunların içinə və tapşırmışıq ki, silah mərkəzlərini tanısınlar, tanıyıblar da. Və bilirsiniz, Təbrizin Padiqanı, yəni Təbrizin silah mərkəzi inanılmaz silahla doludur. 30-40-50 min nəfərlik ordunun ənva və əqsamı silahları var. Diyor. Burada o 70 nəfər nədir? Hə, dedim, necə bura əldə ediblər? Dedi, 100 nəfərin həmləsi ilə 9 şəhid veriblər. Nüfuzləri də varmış. Azərbaycanlı əskərlər, xidmət vəzirliyim, 10 başıdan, 50 başıdan, 100 başıdan, bunların içində tanışlar da varmış, onlar qabaqdan həll ediblər. Məsələn, Təbrizin silah mərkəzi ki, dedim, 30-40-50 min nəfərlik ordunun silahları orada var, oraya həmlə ediblər. 9 şəhid veriblər, 50 min nəfərlik ordunun silahını əldə ediblər. Azərbaycanın bundan başqa mən danışıqlarına demişəm, qarırlar pejlərimizdə, ayrı yolu yoxdur. Biz buna hazırlaşırıq. Yəni Arazbək buna hazırlaşmalıyıq. İstəyirəm Araz. Sizin bu dedikləriniz Fars rejiminin əlinə bir vasitə vermirmi ki, bugün desin ki, Təbriz tam silahlıdır, Doktor Seyreqanı deyil silahlıdır və bizim üstümüzə gələ bilərlər, biz onları məhv edəcəyik. Ona görə onun üstünə, yəni bugün ordu göndərsin. Belə bir qorxu yaratmamı sizdə? Tanımış olar, Arazbək. Onlar tanımış kimdir? O hər işini görübdür ki, tanısın, onları məhv eləsin. Yəni millətçi, istiqlalçı qüvvələri Fars Mulla rejimi əlindən gələn axtarışı eləyib ki, bunlar tanısın. Görürük də hamımız. Buyurun, növbəti sualınızı verin. Türkiyə və Azərbaycan bu savaşa girərsə, müdaxilə edərsə, qatılarsa, yəni İranla savaşa girərsə və əlbəttə orada biz ən çox qan verənlər olacaq, can verənlər olacaq, əgər belə bir şey olursa və əgər bu savaşı qazanmazsa, qazanırsa, Amerika qazanırsa və bizə yenə də əgər istiqlal vermərsə, bizə əgər yenə də bir haqlılığı vermərsə, bizim orada qanımız yenə də arada gedir. Yəni ona görə fikriniz nədir? Azərbaycan, Türkiyə bu savaşa necə müdaxilə etməlidir? Nə şəkildə olmalıdır ki, biz az itki ilə daha yaxşı istəklərimizə sata bilək deyə. Qabaqsız sualınızda son 2 cümlə bu ki, Araz bəy, necə biz dedim ki, məscidlərdə belə o bəsiz mərkəzlərini nüfuz eləmişik, onlar da əllərindən gələn nüfuzu eləyiblər və tutuqlayıblar. Günlə Tehranda evin zindanında bütün millətimizin tanıdığı bayraqdar öncülərimiz zindandadır. Və hər kəsi ki, fikir edirlər, bu adam eləyə bilər, 3 nəfər özünün arxasına alıb, faşist Mulla rejiminə təhdid olsun, onu da yaxalayıb aparırlar. Xəbəriniz var da, xəbərdə yayılır ki, Xoyda, Mərəddə, Urmuda, Salmasda, Təbrizdə, Ərdəbildə filan qəsdə tutuldular məsələn, tutuqlanıblar. İkincisi, bizə fərq eləməz ki, bizim mücadiləmiz əgər onlar pəhləvi gətirsələr, dediniz ki, Azərbaycan və Türkiyə dəxalət elərsə, amma onlara qabağında qurban kəsmək lazımdır. Əgər Azərbaycan ordusu və Türkiyə ordusu, mən demişəm müsahibələrdə, danışıqlarında demişəm, əgər istəyərlər Güney Azərbaycanın bu faşist Mulla rejiminin yıxılmasında və Güney Azərbaycanın istiqlaliyyətində əgər gələlər və deyərlər, savaşmağa hazır olurlar, onların yanındayıq.
onlara milyonlar, özü yaxşı bilirsiniz, milyonlar da olmasa yüz minlər yiğitlərimiz olarak atılacaklar ve onların da ordularının karşısında kurban keserler. Ve kaldı, dedi şeye, mesela Pəhləviyə ona benzer bir ayrı hakimiyet kesişisine bizim savaşımız, mübarizemiz, mücadilemiz, milletimizin hürriyeti ve istiklali sürecekti. Ya istiklal, babalarımız deyiblər, ya ölüm. Ve içerideki o tanıdığınız, dediğiniz biraz önce de buyurduğunuz içeride elbet adamlarınız var, qüvvələriniz var, təşkilatınızla əlaqəli irtibatlı olan. Onların içinde tanıdığınız, bildiğiniz güneye bir lider olacak bir insan var mı? Yani öz fikrinizde en azından. Tabii ki. Niye yoktu be? Niye yoktu? Var. Onlar evin zindanında büyünler, olanların içinde var. Bəli. Yaşar, Araz bəy, çox xahiş edirəm. Sonda vaxt qalsa verəcəm. 15 dəqiqənin vaxtımız qalıb. Tamam. Dostlara da nişan verək. Yaşar bəy, bu üçün mənim də bir iki dənə sualım olacaqdır. Teymur Yaşar bəy, bəy sual versin. Teymur bəy, Bəli. əziz qardaş, dedin ki 15 dəqiqə, lütfən elə 15 dəqiqə ha, maksimum ancaq mən qulluğuzda. Dediniz elə 15 dəqiqə, 20 dəqiqə, mən 15-20 dəqiqənin qulluğuzda olacağım. Buyurun. Bəli, sağ olun. Buyurun Yaşar bəy, qısaca sizə sualınızı verin və sonra hazırlaşsın dəyərli Cavanşir bəy. Buyurun. Təşəkkür edirəm Teymur bəy. İlk öncə doktor Mahmud Ali bəyi salamlayıram və mən elə tələbəlik illərindən mi deyim, bu insanın Güney Azərbaycanın milli Sualını verək, xahiş edirəm Yaşar bəy. Sual verin, çünki 15 dəqiqənin vaxtımız var, ona sığışdıra bilər. Digər dostlarımız var. Deyirəm də, tamam. Fikrimi yayındırırsınız Teymur bəy. Deməli, Mahmud Ali bəyi mən elə o zamandan Güney Azərbaycanın milli azadlıq hərəkatının fədaillərindən biri kimi tanıyıram. Və məni kimi bir çox dostlarımız da onun kimi də belə tanıymışıq bu adamı. Bu adam doğrudan da çox böyük bir yol gedibdi, zindanlarda olubdu bu yolda. Və sualım bundan ibarətdir ki, bu günləri ki, Mahmud Ali bəy və mən həqiqətən də çox düşündürür və ən vacib işlərdən, məsələlərdən biri də ondan ibarətdir ki, mühacirətdə olan Güneyli soydaşlarımızın niyə mühacirət parlamenti və mühacirət hakimiyyəti yoxdur? Birinci sualım bundan ibarətdir. Buna cavab verin. Gözəl sualdır bəy, çox gözəl sualdır, sağ olun. Mən birinci düşünürəm. Doğru. Tamam. Gözəl sualdır. Baxınız, mənim əziz qardaşım. Üzr istəyirəm, bu yolda yəni fikriniz var mı? Bu belə bir parlament və hakimiyyətin qurulmağına. Tabii ki, baxınız, gözəl bir nöqtəyə toxundunuz. %100 olmalıydı və lazım idi. Biriləri çalışırdı ki, bunu qursun. Kimidir bu? Ramiz Mehdiyev və Ali Həsənov. Minlər dolarda para xərclədilər və qaçqında, xidməti bərz eləyim, təbiddə vətən dışında bir parlamanın qurulmasına cəhd olundu. Qurdular da. Bakıya da dəvət olundular. Bəli, qurdular. Bunun 100 neçə nəfər idi. Mən bunu saldım, çıxdım, gördüm ki, 7 nəfər içində türkçü, milliyyətçi, istiqlalçı var. Mücahid var, xalq mücahidləri. İrançı var, Udeyi var, Marksist, Leninist, Stalinist var. Hər şey var. Bunun %95'i qeyri-milli insanlardır. Mənim bir çıxışım var, qalır o çıxışım. Dedim, bu olmaz. Yıxarıq başınıza. Çehləqanı da yoxudur. Yəni, Çehləqanını belə silərək, həzf eləyərək, üstünə bir qırmızı çarpı çəkərək, onu da həzf eləmişdilər. Nə mən, nə mənim yaxın dostlarım. Parlaman qururlar. Belə parlaman olmaz. Dedim, bu yıxılar başınıza və yıxacaq başınıza və yıxdıq başlarını. Hamısı bir 15 gün, 20 gün olmadı. Amma biz buna çox mühümmüdür, siz bu nöqtəyə toxundunuz. Buna çalışmışıq. O da budur ki, baxınız, əlan bağrımız, bucağımız, qapılarımız açıqdır. Xidməti bərz edin. Bütün bu əqidlərimizə. Nə cür? Əvvələn, dostumuz dedi ki, bizim təşkilatımız yoxdur. Bizimki Güney Azərbaycan milli hərəkatıdır. Bu təşkilat deyil ki, bu nə hizbidir, nə partiyadır, hərəkətdir bu.
başqalarının da heç birisi hərəkətdə. Onlar bilirsiniz, 3'lü, 5'li, 15'li belə ilmi nəfərlər də yoxdur. Partiya adından, Mərkəz Partiyasından, Sol Partiyasından, Sağ Partiyasından qrupla. Sağ olsunlar ki, işlərində sadiq və səmimi insanlar da vardı. Bir Güney Azərbaycan Milli Hərəkatı var ki, Bakıda 2003'də oldu Güney Azərbaycan Milli Oyanış Hərəkatı. Onun qapıları açıqdır. Gələni bağrımıza basırıq, sədaqət və səmimiyyətlə gələnləri. Bir də çox mühüm bir addım atmışıq, o da budur ki, qurulubdur. Güney Azərbaycan Milli Məşvərət Şurası qurulub ki, mənim çıxışlarımda da olub ki, bu gələcəkdə parlamanımızın və dövlətimizin fondasyonudur. Buyurun gəlin. Gəliblər. Mənim keçən günlərdə cələsəmiz oldu, gördüm 29 nəfər qatılıbdır. Yəni qatılan belə 29 nəfər var idi ki, bunun yarısından çoxu profesor, doktor və çox tanınmış və dəyərli şəxsiyyətlərimizdir xaricdə. Avustraliyadan, Avropadan, Amerikadan, Kanadadan, Türkiyədən vardılar burada. Qapı açıqdır. Mənim də ki o. Mənim də. Öyle hər şey cəmin ixtiyarındadır. Düzdür, mən özlərini rəhbər seçiblər. Mən də demişəm, mənim də bütün ixtiyaratım sizinki. Mən bu cəmin əksəriyyətinə tabiyəm. Yəni, hər nə mənə mövzu var, orada müzakirə olunur. Məsələn, 40 nəfərsiz, 21 nəfər ki deyir, bəli, belə olsun, mən də onun yanındayım. Onlara seviniblər, görürlər ki, kamilən demokrasi var, inanılmaz bir demokrasi hakimdir bu cəmin içinə. Budur, o gələcəkdə parlament ola bilər, əlbəttə, elə parlamanın bir fondasyonudur. Parlamandan sonra olacaq dövlət. O var. Onu qurmağa çalışmışıq, amma zordur, çətindir. İstəməyənlər də var, gəlməyənlər də var, dağıtmağa çalışanlar da var. Amma bütün gücümüzlə çalışırıq ki, o dediyiniz kimi bir parlamana bənzər bir şey olsun, qurulsun. Buyurun. Təşəkkür. Cavanşir bəy, buyurun. Yox, qısa formada desin də. 5 nəfər var. Bildim, qısa formada desin. Mən deməli, bundan ibarətdir. İkinci sualım ki, ABA Media TV vasitəsilə çıxış edərək bütün azadlıq sevərlərə, mühacirətdə olanlara bir çağırış kimi müraciət edib və bir bayraq altında birləşməyi edə bilərsinizmi bunu? Mən elə gəlir, yaxşı olardı. Mən üzr istəyirəm sizdən bir kiçik olsam da, mən deyərdim, sizin çağırışınıza, yəni sizi o azadlıq lideri kimi tanıyanlar çoxdur. Mən də biz də tanıyırıq. Onu kimi bir azadlıq lideri kimi siz onlara bir çağırış eləyərdiniz. TV vasitəsilə, ABA Media TV vasitəsilə. Çox gözəl olardı. Necə baxsınız buna? Təbii ki, ən vacib və lazım addımların birisidir ki, atmalıyıq. Və mən bu işi görmüşəm. Yine də burada da deyirəm. Ey böyük millət, ey xaricdə olan milyonlar Güney Azərbaycanlı və ya Azərbaycanlı qardaşlarımız, bacılarımız. Bu günləri millətimiz çox kritik və həssas bir durumdadır. Vətənimiz çox kritik və həssas bir durumdadır. Məzdum millətimiz dəfələr demişəm, inlir, vətən sızlır. Vətən sizi bugün onu qurtarmağa, millət bugün sizi onu azad etməyə, hür bağışlamağa və vətən istiqlal əldə etməyə çağırır. Lütfən gəlin, dedim, Güney Azərbaycan Milli Məşvərət Şuramız, İstiqlalçılar Cəbhəsi qapısı açıqdır. Siz gələn kimi sizi basır bağrına. Buyurun gəlin, söz sahibi olun və güc verin millətimizə, orada olan əzizlərimizə ki, millətimiz, vətənimiz sahibsiz və kimsəsiz qalmasın. Bizim bağrımız açıqdır. Hər kəs istəyir. Baxınız, ideoloji mühüm deyil. Biz laik və sekular insanlarıq. Laik və sekular. Bütün dünyanın qəbul etdiyi məntiqi ideolojilərin hamısını qəbul edirik. Biri hətta dini var, məzhəbi var, yoxdur. Saygımız var, hörmətimiz. O özü bilər. Əslən, o uzaqdır. Dövlət işindən, din məsələsi dövlət işindən kamilən ayrı və uzaq olmalıdır. Bir günlər dedik, vətən işğaldadır, millət esarətdədir və vətən və millət bütün şərəfli, qeyrətli, yiğit oğulların və qızlarını çağırır ki, meydanda olsunlar və onun qurtuluşunda payları olsun. Buyurun. Təşəkkürlər. Bir dənə söz Rusiyadan belə bir xəbər var, Teymur bəy.
deyir İrana yeni lider seçildi. Ayətullah Bilirəm, dedik onu. Əlin Yaşlar dedik onu. Muştabın adı nəysə. Buyurun Cavanşir bəy. Buyurun eşitirsin. Çox sağ olun. İlk öncə mən Mahmud Ali bəy salamlayıram. Xoş gördük deyirəm. Və Mahmud Ali bəyə belə bir sualım var. Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı olaraq hazırki vəziyyətdə əgər İranda molla rejimi çökərsə, onların təşkilatının İranda hakimiyyəti ələ almaq üçün hansı bir təşkilat işləri var və hazır proqramları varmı? Təşəkkür edirəm, bu qədər. Təşəkkür ederim. Tabii ki Cavanşir bəy, əlimizdən gəldiyi qədər. Baxınız, bu günləri Türkiyənin mediası bizi boykot edib. Bilirsiniz ki, dünyada Birləşmiş Millətlərdə 200 neçə dövlət var orada, üzvüdülər. Türkiyə birinci dövlətdir ki, İran rejiminin yanındadır. Bunu bilirsiniz. Və Azərbaycan hakimiyyətdə bugün baxınız çağırıblar. Çoxları bugün Bakıdadır. Çöhrəqandan başqa. Yəni, əlindən öpməlisən, baş əyməlisən, qururluğundayam deməlisən. Əmirqulu axtarırlar, Əmirqulu. Bir məğrur, qururlu, yiğit birisin, satılmaz birisini istəmirlər çoxları. Hər halda, amma biz, bilirsiniz, Təbrizdə 673 min rəylə mən millət təşkili seçildim. 96-da, 95-96-da və 400-dən çox toplantımız, məclisimiz, oturumumuz oldu və çoxlu insanlar mənim ətrafımda idi. Biz bunu qoymadıq, qalsın, yatsın, bassın. O 96-dan sonra ta 2003-ə qədər 8 il bunlarla təmasda olduq, iş birliyində olduq və hərəkəti yaratdıq və hərəkət yarandı və canlandı. Qoymadıq ki, o Təbrizdə yaranan və Güney Azərbaycanda yaranan o bir uyanış hərəkəti məhv olsun, geçsin. Onların çoxu ilə təmasdayıq, Cavanşir bəy. Onların çoxu ilə, o nə deyirlər, dəstəbaşılarla, o 3-5 onbaşılarla, o öncüllərlə, bayraqdarlarla irtibatdayıq. Bu minlər nəfər olur. Amma yetərli mi? Yox, yetərli deyil. Qalmışam mən vətəndən, millətdən 10 min, 11 min, 12 min kilometr uzaqlarda. Belə bilirsiniz, son səfərimdəki hamı gəldi Bakıya, bu zəfər müharibəsindən sonra mən də gəlirdim Bakıya. Dəvət eləmişdilər bəziləri. Məni qoymadılar Vaşinqtonda uçağa minəm. Mən buna heyran qaldım. Soruşdum, dedilər, belə bir şey indiyə kimi dünyada olmayıbdı. Birisini, məsələn, qəraldaya bir ölkə, bir dövlət qəbulləməyə öz havalimanından rədd edər. Yəni, havalimanında 2 bölüm var. İç xətt, dış xətt. Dış xəttdə bu adam yenər, içəri girmək üçün pasportun verməlidir. Bunu ya qəbul edərlər, ya oradan deport edərlər. Məni belə qoymadılar, uçağa minəm. Oğlum və mən bilet də almışdıq. Səndəllərimizin sayəsində bəlli idi. Bileti də verdik, pasportu da verdik ki, bizə izin versin uçağa minək. Dedi, sizin uçağa minməniz yasaqdır. Bunu bir dövlət istəyibdi. Hangi dövlət? Dedilər, Azərbaycan dövlət istəyibdi. Mənim başıda yenməyimə icazə verilmədi. 21 ildir bu adamın yox olmasına, məhv olmasına çalışırlar. Bilirsiniz, onlar belə fikir edir və onda bəli, düz fikir edirlər. Gözdən ıraq nə olar? Ürəklərdən də ıraq olar. Bu çöhrəqanlını bir 3 il, 5 il, 15 il, 20 il gözlərdən uzaqlaşdırsaq, bu adam unudular gedər. Məhv olub gedər, yadlardan çıxa gedər. Amma bir şey bunlar deyirlər, düşünməmişlər. O da sosial media idi. Bu sosial media bizim YouTube varımızda 75 min nəfər. Instagram var 122 min nəfər. Dedim, baxanlar var, bəzi postlarımıza Facebook'da bir girin baxın. Mən təəccüb edirəm, 150 min nəfər insan baxır. Bunun da %90'ı, 95'i Kuzeylilərdir, sizsiniz. Bunlar bunu bilmirdilər. Bugünlər Çöhrəqanı bir danışır, qoyur Facebook'a 100 min Kuzey Azərbaycanlı o səsi eşidir və ya o yazını oxuyur. Bunlar bunun mütəvəccih deyillər. Bu qoymadı ki, Çöhrəqanı məhv ola, unudulu yaddan çıxa. Varıq, millətimizin quruluğundayıq, o dəstəbaşlarla təmasdayıq. Az da olsalar ən azı minlər nəfər. Təbrizdə məsələn 10 min nəfəri aşan 100'dən çox qrupumuz var.
Bunlar həssas günlərdə soyuq silah, bəzən isti silahları da var. Bundan silahlanıblar. Lazım olsa can verməyə, qan verməyə hazırdılar və Təbrizdə xiyabanlara, meydanlara yenməyə və öldürməyə və ölməyə. Vətən uğrunda, millət uğrunda öldürməyə və ölməyə hazırdılar. Buyurun. Aydın bəy, burasını. Təşəkkür edirəm.